Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Mərhəmətli, rəhimli Allahın adı ilə. Əhya gecələri nə deməkdir? Əhya, ərəb dilində oyaq qalıran mənasını daşıyır. Quran Ramazan ayında mübarək Qədir gecələrindən birində nazil edilmişdir. Qur'an-ı Kərimdə buyurulur: Həqiqətən, biz onu Qədir gecəsi nazil etdik. Sən nə bilirsən ki, nədir Qədir gecəsi? Qədir gecəsi 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır. Allahu Teala Qədir gecələrində etdiyiniz bütün duaları qəbul etsin inşallah. Amin.